Salam əziz müəllimlər. Bugündən etibarən 2025-2026-cı tədris ili üçün nəzərdə tutulmuş mövzuların sadəcə olaraq vəsaitdə verilən hər birini səsli şəkildə sizə təqdim edəcəyəm. İlk mövzumuz təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili. Təlim prosesində inteqrasiyanı təmin edən fəaliyyətlər, həyatla əlaqəli tapşırıqlar, fəndaxili, fənlərarası, fənüstü inteqrasiya. Müasir dünyada baş verən elmi, texnoloji, sosial, mədəni dəyişikliklər dünyanı və özünü dərk edə bilmək üçün hərtərəfli düşünmə qabiliyyətinin əhəmiyyətini xeyli artırır. Bu isə öz növbəsində aydın yaradıcı təfəkkürə, geniş dünya görüşünə sahib şəxsiyyətin formalaşdırılmasına ehtiyac yaradır. Beləliklə, formal təhsildə öyrənilən fənlərin və onların əhatə etdiyi mövzuların əlaqəli inteqrativ şəkildə tədris olunması aktuallaşır. Təlimdə inteqrasiya şagirdlərin bilik səviyyəsini genişləndirir və dərinləşdirir. Şagirdlərdə sərbəst fikirləşmək, öz təcrübəsinə istinad etmək, nəticə çıxarmaq, bacarıqlarını inkişaf etdirir. İnteqrasiya, fənlərin və məzmunun pərakəndə şəkildə deyil, ortaq ideyalar, problemlər və mövzular ətrafında əlaqələndirilməsi, bilik, bacarıq, dəyər və münasibətlərin birlikdə formalaşdırılması deməkdir. İnteqrasiya şagirdlərin inkişafı üçün əsas rollardan birini oynayır. Çünki istər fənnin daxilində, istər fənlər arasında, istərsə də həyatla əlaqə qurulduqca, şagirdlərdə analitik və tənqidi düşünmə, problem həll etmə, müqayisə aparma və yaradıcı düşünmə bacarıqları təbii şəkildə güclənir. Fəndaxili inteqrasiya. Fəndaxili inteqrasiya bir fənnin daxilində müxtəlif mövzular üzrə bilik və bacarıqlar arasında məntiqi və funksional əlaqə yaratmaqdır. Bu zaman şagird yalnız bir mövzu üzrə deyil, eyni fənnin müxtəlif bölmələrindən əldə etdiyi bilik və bacarıqları birləşdirərək problemi həll edir. Bu cür inteqrasiyada şagird fən daxilindəki anlayışlar arasında əlaqə qurur, əvvəl öyrəndiyi anlayışı yeni mövzuda tətbiq edir. Başqa sözlə desək, bir fənn üzrə əvvəlki siniflərdə öyrənilən bilik və bacarıqlar yeni sinifdəki məzmunla əlaqələndirilir. Problem başqa fənlərin deyil, yalnız həmin fənnin daxilindəki bilik və bacarıqlarla həll olunur. Nəticədə fəndaxili inteqrasiya şagirdin eyni fənnə aid bilik və bacarıqları arasında əlaqə qurmaq, ümumiləşdirmək və bilikləri praktikaya tətbiq etmək bacarığını inkişaf etdirir. Fəndaxili inteqrasiya şaquli və üfüqi olmaqla iki istiqamətdə həyata keçirilir. Fəndaxili üfüqi inteqrasiya eyni tədris ilində müxtəlif məzmun xəttləri üzrə məzmun standartlarının bilik və bacarıqlarının əlaqələndirilməsidir. Üfüqi inteqrasiya məzmun xəttləri arasındakı əlaqələri əhatə etdiyindən müəllim imkan daxilində bir neçə məzmun xəttinə dair məzmun standartına müraciət etməklə təlim prosesində uğurlu nəticə əldə edə bilər. Fəndaxili inteqrasiyanın zəruriliyi kurikulumun məzmun xəttlərinin mahiyyətindən irəli gəlir. Belə ki, fən kurikulumunun məzmun xəttləri mahiyyət etibarilə bir-biri ilə sıx əlaqəlidir. Biri digərini tamamlayır və zənginləşdirir. Misal üçün, Azərbaycan dili dərslərində çox zaman bir neçə məzmun xəttinə dair təlim nəticələrinə müraciət olunur. Bu, təbiidir, çünki bir sıra üsul və fəaliyyətlər müxtəlif məzmun standartlarının inteqrasiyasını tələb edir. Məsələn, ifadə yazı, dinləmə və yazı, müzakirə, dinləmə və danışma, ziqzaq üsulu ilə oxu, dinləmə, danışma, təqdimat, yazı, danışma və ya dinləmə və s. Beləliklə, dərslərdə şagirdlər oxuyub və ya dinləyib anladıqlarını danışmaq və ya yazmaqla nümayiş etdirirlər ki, bu da reseptiv və ekspressiv nitq bacarıqlarının inteqrasiyasına gətirib çıxarır. Aşağıda verilmiş nümunədə Azərbaycan dili fənn kurikulumunun oxu və yazı məzmun xəttləri arasında əlaqə qurulmuşdu. Nümunə: Azərbaycan dili. Şagirdlərə insanın cəmiyyətdəki rolu, davranışı və mənəvi məsuliyyəti ilə bağlı mətn təqdim olunur. Şagirdlər mətni oxuduqdan sonra müəllifin mətndə çatdırmaq istədiyi əsas fikri müəyyən edir. Bu fikrin hansı fakt, epizod və ya mülahizələrlə əsaslandırıldığını izah edirlər. Daha sonra oxuduqları mətndən çıxış edərək mövzu ilə bağlı öz mövqelərini əks etdirən əsaslandırılmış yazı hazırlayırlar.
Yazıda fikirlər ardıcıl şəkildə ifadə olunmalı, mətnə istinad edilməli və məntiqi arqumentlərlə əsaslandırılmalıdır. Verilmiş nümunədə Azərbaycan dili fən kuriqulumunun oxu və yazı məzmun xəttləri arasında əlaqə qurulmuşdu. Bu tapşırıqda mətndə irəli sürülən fikri əsaslandıran arqumentləri müəyyən etmək, mətnin ideyasını müəyyənləşdirərkən müəllif mövqeyini nəzərə almaq, oxu məzmun xəttinə aid bilik və bacarıqlardır. Təsviri və mühakimə xarakterli mətnlərin xüsusiyyətləri nəzərə almaqla bədii və qeyri-bədii mətnləri yazmaq isə Azərbaycan dilinin yazı məzmun xəttinə aid bilik və bacarıqdır. Bu tapşırıqda bir fən daxilində eyni sinifə aid iki məzmun xəttinin tələbləri öz əksini tapıb ki, bu da fən daxili üfüqi inteqrasiyanın xüsusiyyətidir. Riyaziyyat. Müəllim şagirdlərə xanalı kağızda eni 3 sm, uzunluğu 5 sm olan düzbucaqlı çəkib düzbucaqlının perimetrini hesablamağı tapşırır. Bu tapşırıqda çoxbucaqlının perimetrini hesablamaq ölçmə məzmun xəttinə aiddir. Sadə müstəvi fiqurları xanalı kağızda çəkmək isə həndəsə məzmun xəttinə aiddir. Kimya. Bir zavodda yanma prosesi nəticəsində karbon qazı əmələ gəlir. Laboratoriyada bu qaz əhəng məhlulundan keçirilir və məhlulun bulanıqlaşdığı müşahidə olunur. Karbon qazının əhəng məhlulu ilə reaksiyasının kimyəvi tənliyini tərtib edin və alınan maddəni əsas adlandırın. Bu reaksiyanın əlamətini maddənin xassələrinə əsaslanaraq izah edin. Əgər laboratoriyada 0,5 mol karbon qazı əhəng məhlulundan keçirilərsə, neçə mol kalsium karbonat əmələ gələr. Bu tapşırığı etmək üçün şagirdin maddələr və çevrilmələr, onların əhəmiyyəti və kimyəvi hesablamalar məzmun xəttləri arasında əlaqə qurması gərəkir. Tarix. Şagirdlər Səfəvilər dövlətinin idarə etmə sistemi ilə həmin dövrdə formalaşmış mədəniyyət və incəsənət nümunələri arasındakı qarşılıqlı əlaqəni araşdırın. Bu tapşırıqda şagirdlərdən iki məzmun xəttinə, dövlət və mədəniyyət məzmun xəttlərinə aid bacarıqların əlaqələndirilməsi tələb olunur. İngilis dili. Sağlam həyat tərzi mövzusunda oxu mətni ilə tanış olun, mətndəki əsas fikirləri müəyyənləşdirin və həmin mövzu üzrə şifahi təqdimat hazırlayaraq öz fikirlərinizi ifadə edin. Bu tapşırıqda məqsəd ingilis dili üzrə oxu və danışıq bacarıqlarını əlaqələndirmək, qiymətləndirilən nəticə isə mətni anlama və fikri ifadə bacarığıdır. Fəndaxili şaquli inteqrasiya. Bir fənnin daxilində eyni məzmun xəttinin standartlarının siniflər üzrə əlaqəsini əhatə edir. Başqa sözlə desək, fəndaxili şaquli inteqrasiya eyni fən daxilində formalaşdırılan bilik və bacarıqların siniflər üzrə ardıcıl, pilləli və dərinləşən şəkildə inkişaf etdirilməsi prosesidir. Bu inteqrasiya növündə əsas məqsəd şagirdin əvvəlki siniflərdə qazandığı bacarıqların yeni mərhələdə genişləndirilməsi, təkmilləşdirməsi və daha mürəkkəb idraki fəaliyyətlərdə tətbiq etməsidir. Şaquli inteqrasiyanın təsviri. Göründüyü kimi sinifdən sinifə keçdikcə bacarıqlar dəyişib inkişaf edir. Şagirdlərdən daha mürəkkəb bacarıqlar tələb olunur. 6-cı sinifdə şagird mətndə verilmiş fakt və hadisələr arasında əlaqəni müəyyən edir. 7-ci sinifdə bu bacarıq genişlənərək ideyanın açılmasında əsas epizodun rolunu anlama səviyyəsinə keçir. 8-ci sinifdə şagird artıq fikir əsaslandıran arqumentləri ayırd edir. 9-cu sinifdə isə faktlar və fikirlər arasındakı əlaqəni dəyərləndirərək əsas fikrin necə əsaslandırıldığını müəyyən edir. Nümunə, Azərbaycan dili. Şagirdlərə təbiətin qorunması ilə bağlı qısa informativ mətn təqdim olunur. Şagirdlər mətni oxuduqdan sonra mətndə verilmiş əsas fikri müəyyən edir. Bu fikrin hansı fakt və nümunələrlə izah edildiyini göstərirlər. Daha sonra müəllifin təbiətə münasibətini nəzərə alaraq mətndən çıxarılan nəticəni sadə şəkildə izah edirlər. Bu tapşırıq şagirdlərdən 7, 8, 9-cu siniflərin oxu məzmun xəttlərinin müvafiq bacarıqlarını reallaşdırmağı tələb edir. Şagirdlər mətndəki məlumatlardan çıxış edərək yeni informasiya əldə edir. İrəli sürülən fikir əsaslandıran arqumentləri müəyyən edir. Mətnin ideyasını müəyyənləşdirərkən müəllif mövqeyini nəzərə alır. Mətndəki məlumatlardan çıxış edərək sətiraltı fikir və informasiyanı əsaslandırır. Riyaziyyat. Aşağıdakı çıxma əməlini yerinə yetir və aldığın nəticənin düzgünlüyünü toplama əməli ilə yoxla.
Yoxlama zamanı hansı toplama əməlindən istifadə etdiyini yaz. Bu tapşırıq şagirddən 3, 4-cü siniflərdə ədədlər və əməllər məzmun xəttlərini siniflər üzrə müvafiq bacarıqlarını reallaşdırmağı tələb edir. Şagirdlər toplama və çıxma əməllərini yerinə yetirməyi və onların qarşılıqlı əlaqəsindən istifadə edərək nəticənin düzgünlüyünü yoxlamalıdırlar. Kimya. Ev təsərrüfatında istifadə olunan sirkə turşusu üzərinə bir qədər çay sodası, natrium hidrogen karbonat əlavə edildikdə köpüklənmə müşahidə olunur. Bu hadisəyə əsasən proses zamanı hansı qazın ayrıldığını müəyyən et. Baş verən prosesi kimyəvi reaksiya tənliyi ilə ifadə et. Reaksiyanın hansı reaksiya növünə aid olduğunu göstər. Bu tapşırıq maddələr və çevrilmələr, onların əhəmiyyəti, məzmun xəttlərinin 7-8-ci siniflərdəki bacarıqları, kimyəvi reaksiyaların getmə əlamətlərini təcrübi olaraq təyin etmək, kimyəvi reaksiyaların tənliklərini tərtib etmək və təsnif etmək arasında əlaqə qurmağı tələb edir. Fəndaxili üfüqi və şaquli inteqrasiyanın müqayisəsi cədvəl əsasında. Müqayisə meyarı, fəndaxili üfüqi inteqrasiya və fəndaxili şaquli inteqrasiya. Əsas mahiyyət. Fəndaxili üfüqi inteqrasiyada eyni sinif səviyyəsində müxtəlif məzmun xəttlərinə aid bacarıqların birgə tətbiqidir. Fəndaxili şaquli inteqrasiyada isə eyni məzmun xətti üzrə bacarıqların siniflər üzrə pilləli inkişafıdır. Sinif səviyyəsi üzrə fəndaxili üfüqi inteqrasiya dəyişmir, fəndaxili şaquli inteqrasiya dəyişir. Məzmun xəttləri üzrə fərqli məzmun xəttləri paralel şəkildə inteqrasiya olunur. Bu, fəndaxili üfüqi inteqrasiyaya aiddir. Eyni məzmun xətti saxlanılması isə şaquli inteqrasiyaya aiddir. Bacarıqların inkişaf istiqaməti, paralel və qarşılıqlı tamamlayıcı aiddir üfüqi inteqrasiyaya, fəndaxili şaquli inteqrasiyada isə ardıcıl, mərhələli və dərinləşən. Fənlərarası inteqrasiya. Fənlərarası inteqrasiya hər hansı bir real və kompleks hadisənin müxtəlif fənlərin bilik və bacarıqları ilə birlikdə öyrənilməsidir. Yəni, burada müxtəlif fənlər arasında ardıcıllıq, məzmun uyğunluğu və konseptual əlaqələr yaradılır. Bu inteqrasiya növündə hadisə mərkəzi bir mövzu ətrafında qurulur. Lakin fərqli fənlər bu mövzuya öz baxış bucağından yanaşır. Bu zaman tarix, coğrafiya, ədəbiyyat, biologiya, STEM və digər fənlər bir-biri ilə kəsişən məqamlar əsasında qarşılıqlı şəkildə tamamlanır. Belə yanaşma şagirdlərə həm mövzunu daha geniş kontekstdə görməyə, həm də əldə etdikləri bilikləri real həyatda tətbiq etməyə imkan verir. Fənlərarası inteqrasiyada hər fənn öz mövzu və məqsədlərini qoruyur, lakin fənlər bir-biri ilə məntiqi şəkildə əlaqələndirilir. Həmçinin problemin həlli üçün bir fənn kifayət etmir. Fənlər arasında əməkdaşlıq və biliklərin birləşdirilməsi tələb olunur. Şagirdlər müxtəlif fənlərdən aldığı məlumatları bir araya gətirərək ümumiləşdirmə, əlaqələndirmə və əsaslandırılmış nəticə çıxarma bacarıqlarını inkişaf etdirir. Fənlərarası inteqrasiyaya aid nümunə, Azərbaycan dili və riyaziyyat. Bir məktəbdə 200 şagird arasında keçirilən sorğuya əsasən 5-ci sinif şagirdlərinin 40% kitab oxumağa gündəlik vaxt ayırır. 35% isə həftədə bir neçə dəfə oxuyur. Qalanları isə nadir hallarda kitab oxuyur. Faiz göstəricilərinə əsasən hər qrup üzrə şagird sayını hesablayın. Hesabladığınız nəticələri əsas götürərək qısa informativ mətn tərtib edin. Bu tapşırıqda Azərbaycan dilinə aid oxuyub anlama, mətn qurma, arqumentləşdirmə bacarıqları ilə riyaziyyata aid məntiqi düşünmə, verilənlərin təhlili, müqayisə, nəticə çıxarma bacarıqları inteqrasiya olunur. Tarix və Azərbaycan dili. 19-cu əsrdə maarifçilik ideyaları Azərbaycan cəmiyyətində mühüm rol oynamışdı. Verilmiş fikir əsasında tezis müəyyən edin və tezisi əsaslandıran 3 arqument yazın. Həmçinin tarixi faktları istifadə edərək qısa mülahizə mətni tərtib edin. Bu tapşırıqda tarix fənninə aid faktları müqayisə etmə, nəticə çıxarma bacarıqları və Azərbaycan dili fənninə aid arqumentləşdirmə, mətn tipləri, rəsmi üslub, anlayış və bacarıqları arasında əlaqə yaradılır. Riyaziyyat və coğrafiya. Xəritədə verilmiş bölgədə əhalinin 60% şəhərdə, 40% kənddə yaşayır.
Ümumi əhalinin sayı isə 500 min nəfərdir. Şəhər və kənd əhalisinin sayını hesablayın. Alınan nəticəyə əsasən bölgənin məskunlaşma xüsusiyyəti barədə nəticə çıxarın və nəticəni qısa analitik mətn şəklində təqdim edin. Bu tapşırıqda riyaziyyata aid hesablama, müqayisə, faiz və orta qiymət çıxarma bacarıqları arasında əlaqə qurulur. Kimya və biologiya. İnsan orqanizmində maddələr mübadiləsində mühüm rol oynayan fermentlərin təsir mexanizmini kimyəvi baxımdan izah edin. Bu mexanizmin canlı orqanizm üçün əhəmiyyətini izah edən poster hazırlayın. Bu tapşırıqda kimya fənninə aid maddələrin xassələrini izah etmə, kimyəvi prosesləri anlama bacarıqları ilə biologiya fənninə aid canlılarda gedən prosesləri şərh etmə, funksional əlaqə qurma bacarıqları arasında əlaqə qurulur. Fənnüstü inteqrasiya. UNESCO-nun səriştə əsaslı təhsil yanaşmasında fənnüstü inteqrasiyanın əsas məqsədi real həyat bacarığı formalaşdırmaqdır. Burada fənlər vasitə rolunu oynayır. OECD fənnüstü inteqrasiyanı belə izah edir. Öyrənmə real həyat kontekstində baş verir. Ölçülən isə problem həll etmə, tənqidi düşünmə, əməkdaşlıq, məsuliyyət, qərar vermə bacarığıdır. Fənnüstü inteqrasiya öyrənmə prosesində şagirdlərdən 21-ci əsr bacarıqlarının fəal şəkildə tətbiqini tələb edir. Bu yanaşma şagirdlərdə biliklərin real həyat kontekstində istifadəsini, problem həll etmə, tənqidi düşünmə, əməkdaşlıq, ünsiyyət və məsuliyyət kimi bacarıqların inkişafını hədəfləyir. Eyni zamanda fənnüstü öyrənmə şagirdlərin dəyərlərini və münasibətlərini formalaşdıraraq bilik, bacarıq və münasibətin vahid sistem kimi inkişafına şərait yaradır və onların cəmiyyətin fəal üzvü kimi yetişməsini təmin edir. Fənnüstü inteqrasiya məqsədi fən bacarığı deyil, real həyat bacarıqlarının formalaşdırılması və ölçülməsi olan fənləri bu məqsədə çatmaq üçün vasitə kimi istifadə edən təlim yanaşmasıdır. Fənnüstü inteqrasiya real həyatda qarşılaşılan çoxşaxəli bir problemin həllini bir neçə fənnin dərin, məzmun və bacarıqlarına əsaslanaraq öyrənmə prosesinə daxil etməkdir. Bu yanaşmada məqsəd təkcə fənləri bir araya gətirmək deyil, onların bilik və bacarıqlarını əlaqələndirərək yeni bilik yaratmaq və yaradıcı həll yolları tapmaqdır. Fənnüstü inteqrasiya zamanı fənlərin sərhədləri demək olar ki, aradan qalxır və mövzular tam şəkildə birləşdirilmiş formada öyrədilir. Bu zaman şagird hadisələri eyni vaxtda sosial, siyasi, iqtisadi və mədəni baxımdan qiymətləndirə bilir. Belə yanaşma bilikləri sistemli şəkildə qurmağa, hadisələr arasında səbəb-nəticə əlaqələrini daha dərindən dərk etməyə yardım edir. Fənnüstü inteqrasiyada problemin gerçək, həyati və aktual olması əsasdır. Məsələn, su çatışmazlığı, qlobal istiləşmə və ya rəqəmsal təhlükəsizlik. Hadisə yalnız bir elmi istiqamətdən deyil, həm də texniki, sosial, ekoloji və texnoloji baxımdan təhlil oluna bilməlidir. Şagird tənqidi düşünmək, problemi analiz etmək, yaradıcı həll yolu tapmaq, müqayisə aparmaq və əsaslandırılmış qərar vermək kimi yüksək səviyyəli idrak bacarıqlarını inkişaf etdirir. Prosesin sonunda şagird təklif irəli sürür, öz mövqeyini əsaslandıra bilir, yəni praktik nəticə çıxarır. Fənnüstü inteqrasiya şagirdin fənlərə bölünmüş bilikləri birləşdirərək real həyatdan əlaqələndirməsinə, kompleks düşünməsinə və müstəqil qərar verməsinə şərait yaradır. Bu yanaşma 21-ci əsr bacarıqlarına uyğun dərin və funksional öyrənməni təmin edir. Fənnüstü inteqrasiyaya aid nümunələr. Nümunə 1. Təbii fəlakət nəticəsində bir kənd tamamilə yaşanılmaz hala düşür. Dövlət həmin ailələrin təhlükəsiz və davamlı yaşayış şəraitinə malik yeni əraziyə köçürülməsini planlaşdırır. İnsanların təhlükəsizliyini, riskləri, uyğunlaşma imkanlarını nəzərə alaraq yeni yaşayış məntəqəsi üçün ən uyğun yeri seçin. Seçiminizi, müsbət tərəflərini və mümkün çətinliklərini qısa şəkildə izah edin. Şagird parkda gəzinti zamanı ictimai məkanın zibilləndiyini müşahidə edir. Bu vəziyyət insanların istirahətinə və ümumi yaşayış mühitinə mənfi təsir göstərir. Bu problemin insan davranışı və ictimai məsuliyyət baxımından əsas səbəblərini müəyyən edin. Problemin cəmiyyət üçün nəticələri, uzunmüddətli riskləri izah edin. Bu vəziyyətin qarşısını almaq üçün fərdi yaşayış, ictimai yanaşma, davamlı həll baxımından təkliflər hazırlayın. Nümunə 3.
Məktəbdə bəzi şagirdlər gündəlik fəaliyyət zamanı tez yorulduqlarını, diqqətlərinin yayınmasını və fiziki fəaliyyətdə çətinlik çəkdiklərini bildirirlər. Bu hal onların həm dərs, həm də gündəlik həyat keyfiyyətinə təsir edir. Bu vəziyyətin şagirdlərin gündəlik həyat tərzi və vərdişləri ilə necə əlaqəli ola biləcəyini təhlil edin. Həmçinin bu problemin fərdin inkişafına, məktəb mühitinə, uzunmüddətli rifaha mümkün təsirlərini izah edin. Şagirdlərin daha balanslı və məhsuldar həyat tərzi qurması üçün real və tətbiq oluna bilən davranış dəyişiklikləri, fərdi məsuliyyətə əsaslanan təkliflər hazırlayın. Nümunə 4. Cəmiyyətlərdə dövlət idarəçiliyi ilə mədəni dəyərlər arasında tarazlıq pozulduqda uzunmüddətli sosial problemlər yarana bilər. Bu balansın qorunması cəmiyyətin davamlı inkişafı üçün vacibdir. Dövlət qərarları ilə mədəni dəyərlər arasında balansın pozulmasının fərdlərə, ictimai münasibətlərə, sosial sabitliyə necə təsir göstərə biləcəyini təhlil edin. Bu balansın pozulmasının qısa müddətli və uzun müddətli risklərini izah edin. Eyni zamanda müasir cəmiyyət üçün mədəni müxtəlifliyə hörmət, ictimai həmrəylik prinsiplərinə əsaslanan ümumi tövsiyələr hazırlayın. İnteqrasiyada ən vacib sual budur. Şagirdlərdə hansı bacarığı formalaşdırmağı hədəfləyirəm? Cavab, fənn bacarığıdırsa, fəndaxili və ya fənlərarası inteqrasiya, həyati bacarıqdırsa, fənnüstü inteqrasiya. İnteqrasiyanın növü, metodiki izahı, əsas məqsədi, ölçülən nəticə, digər fənlərin rolu. Fəndaxili inteqrasiyanın metodiki izahı. Əgər tapşırığın məqsədi və qiymətləndirmə meyarları eyni fənn bacarıqlarına yönəldilmişsə. Əsas məqsədi. Tədris edilən fənn çərçivəsində bilik və bacarıqların əlaqələndirilməsi və möhkəmləndirilməsi. Ölçülən nəticə, fənnə məxsus bacarıqlar. Digər fənlərin rolu istifadə olunmur və ya əhəmiyyət daşımır. Fənlərarası inteqrasiya, metodiki izahı. Digər fənnin bilik və bacarıqları istifadə olunur, lakin ölçülən nəticə yenə əsas fənnə aiddirsə. Fənlərarası inteqrasiyanın əsas məqsədi tədris edilən fənnin bacarığını formalaşdırmaq üçün digər fənn elementlərindən istifadə edilməsi. Fənlərarası inteqrasiyanın ölçülən nəticəsi, əsas fənnin bacarığı. Fənlərarası inteqrasiyanın digər fənlərin rolu, vasitə və dəstək funksiyası daşıyır. Fənnüstü inteqrasiya, metodiki izahı, əgər qiymətləndirmə obyektini fənn bacarığı deyil, həyati bacarıqlar təşkil edirsə. Fənnüstü inteqrasiyanın əsas məqsədi şagirdlərin real həyatla əlaqəli universal bacarıqlarının formalaşdırılması, fənnüstü inteqrasiyanın ölçülən nəticəsi həyati bacarıqlar, fənnüstü inteqrasiyanın digər fənlərin rolu məqsədə çatmaq üçün vasitə rolu oynayır.